Torpaq sahələrinin satışı və icarəsi ilə bağlı növbəti hərrac və müsabiqələr elan olunub. Əmlak məsələləri Dövlət Xidmətinin təşkil elədiyi hərracda dövlət və bələdiyyələr müxtəlif bölgələrdə torpaq sahələrini həm satacaq, həm də uzun müddətli icarəyə verəcək. Bu addım torpaq almaq istəyənlərə hansı imkanlar yaradacaq, həm də burada şəffaflıq nə dərəcədə qorunur? Düşünürəm ki, belə məsələlərdə əsas kritik məqam şəffaflığın qorunmasıdır. Rəqsanə İbrahimzadə müsahibi ilə birgə buna aydınlıq gətirəcək, həm də xahiş edəcəm ondan elə şəffaflıq məsələsinə də ayrılıqda toxunsun. Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, vurğuladığın kimi hərrac və müsabiqələr elan olunacaq və bu baxımdan da bəzi istiqamətlərdə torpaq sahələrinin qiymətində azalmanın müşahidə ediləcəyi qeyd olunur. Yəni söhbət kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlardan gedir. Yəni əkin biçin üçün nəzərdə tutulan sahələrdən gedir və eyni zamanda şəffaflıq məsələsini vurğuladın ki, hərrac və müsabiqələrdə yəni hazırki şəffaflıq məsələsi nə dərəcədə təmin olunur? Bununla bağlı elə bütün detalları hazırki torpaq qiymətləri və hərrac və müsabiqələr eyni zamanda bu proseslərdə şəffaflığın nə dərəcədə təmin olunması, bu istiqamətli detalları hazırda ilə qonağın əmlak eksperti Ramil Osmanlıdan əldə edəcəyik. Xoş gördük Ramil bəy. Suallarımız çoxdur, buyurun detalları sizdən işləyək. Bilirsiniz, ümumiyyətlə hesab edirəm ki, bəli, dövlət torpaqlarının, bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi istiqamətində həyata keçirilən, aparılan prosedur qaydalar getdikcə təkmilləşdirilməlidir və burada elektronlaşmanın həyata keçirilməsi mütərəqqi addımlardır. Eyni zamanda bunun hərrac qaydasında həyata keçirilməsi təbii ki, burada rəqabətli satış növünün təmin olunması kimi başa düşülür və hesab edirəm ki, bu da doğru yanaşmadır. Amma məsələnin başqa bir tərəfi bundan ibarətdir ki, bəzən biz təşkil olunan hərraclarda, həyata keçirilən hərraclarda hərracı təşkil edən təşkilat tərəfindən süni şəkildə qiymətin artırılması hallarına rast gəlirik və düşünürəm ki, bu əslində bir tərəfdən torpaqların daha tez realizasiya olunmasının qarşısını alır, buna əlavə problem yaradır. Bu mənada mən düşünürəm ki, qeyd olunan istiqamətdə biz inşallah ki, bu problemi yaşamarıq. Amma hər bir halda kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadənin təşkili, ümumiyyətlə torpaqlardan təyinatı üzrə istifadənin təşkili baxımından bu addımı müsbət qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə bu istiqamətdə həyata keçirilən hərraclar daha yeni və şəffaf bir idarə etmə formasının həyata keçməsinə, meydana çıxmasına gətirib çıxaracaqdır. Bəs əlavə olaraq bu hərrac və müsabiqələrin təşkil olunduğu istiqamətlərin hansılarında daha qiymət artımı müşahidə olunur və hansılarında daha qiymət qənaəti bəxş hesab olunur? Məsələn, dövlət torpaqlarının hərraca çıxarılması zamanı açıq deyim, həyata keçirilən qiymət siyasəti bu gün hesab edirəm ki, mövcud bazar konjunkturası baxımından adekvat deyil. Mənim fikrimcə qiymətlər olduqca yüksəkdir. Bu, dövlət torpaqlarının özəlləşdirilməsində, mülkiyyətə keçirilməsində əlavə problemlər yaradır. Eyni zamanda dövlət torpaqlarının özəlləşdirilməsi ilə bağlı bu proqramın ikinci hissəsi, yəni həmin torpaqların icarəyə verilməsi qaydasında da hesab edirəm ki, optimallaşdırmaya ehtiyac var. Çünki torpaqlar üçün müəyyən olunan icarə qiymətləri yüksəkdir. Bu günün reallığına cavab vermir. Yəni o 3%lik illik müəyyən olunan rəqəm hesab edirəm olduqca yüksəkdir. Bu mənada həmin torpaqların daha tez realizasiya olunması bayaq qeyd etdiyim kimi və eyni zamanda daha geniş şəkildə istifadəsinin təmin olunması üçün torpaqların qiymətinə və eyni zamanda icarə qiymətinə yenidən baxılmasını təklif edərdim. O ki, qaldı bələdiyyə torpaqları ilə bağlı məsələlərə. Hesab edirəm ki, bu məsələlərdə bələdiyyənin fəaliyyətinə müdaxilə əslində doğru yanaşma deyil. Burada torpaq hərracılarının təşkil edilməsi bilavasitə bələdiyyələrin öz səlahiyyətlərinə verilməlidir. Bura ayrı-ayrı icra hakimiyyəti orqanlarının, eyni zamanda əmlak
məsələlər Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin müdaxilə etməsi mənim fikrimcə doğru yanaşma deyil, bu bələdiyyələrin inkişafına çox ciddi problem yaradır. Təşəkkür edirəm ətraflı şəkildə informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, elə aydın oldu ki, hansı istiqamətlərdə qiymət artımı əsasən müşahidə edilir. Hərrac və müsabiqələrin keçirilməsində şəffaflığın təmin edilməsi məsələsində də danışdıq və indiki məqamda elə mənzillərin qiymətində, eyni zamanda torpaq sahələrinin qiymətində müşahidə edilən artım nəticəsində insanlar ev almaqda, rahat yaşaya bilməkdə çətinlik çəkilir. Təbii ki, bu istiqamətdə də yeni və effektiv addımların atılmasına ehtiyacı var. İndi irəliyən dövrdə biz müşahidə edəcəyik bununla bağlı hansı addımlar atılır. Çatıra biləcəklərimiz isə bu qədərdir. Sözü yenə sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsənə məlumatı ətraflı şəkildə bizimlə bölüşdüyünə görə.